bu küçə görüp görebileceğiniz en güzel küçələrdən biridir. Gəl. Sağ tərəfdə Fransanın və bəxtbər. Bura demək olar ki, Normandiyanın paytaxtıdır, Rouen. Bunların şəhər mərkəzində yerləşən katedralıdır. Bu katedral məhz bunların böyüklüyünü, böyük olduqlarını, əsrlər boyu Parisdən sonra fransızların ən çox yaşadığı yer olub, şəhər olub bura. Parisə də bir saat yarımlıq məsafədə olduğu üçün bura mərkəz halına gəlir. İnsanların bu qədər belə mehriban burada hal-hazırda sülh, əmin-əmanlıq içində yaşadıklarına baxmayın. Bu bölgələr, Normandiya bölgələri 5-ci əsrdən bəri ən qanlı Avropanın bölgələrindən biri oldu. Napoleon'un heykeli. Məşhur rəssam Monet məhz bu şəhərdəki bağlardan, buradakı gül və dənizin, o sahilin, buranın yaxınlığındakı sahillərin, dağların ora əksindən ilhamlanaraq o kölgə və uzaqlıq, yaxınlıq oyununu oynayır. Bura çox maraqlı şəhərdir. Məsələn, bizə elə gəlir ki, Fransanın ən böyük dəmir işi Eyfeldir. Amma təxminən onunla eyni illərdə Fransanın ən hündür dəmir belə deyək inşası tikilir. Hal-hazırda bax oradadır. Ora doğru gedirik biz. Gedək oranı çəkək. Bu arada biz əslində səyahəti planlayanda düz Monet'in yanında bir ev var idi. Mən onu tutmuşdum. İstəyirdim ki, tam həm də gündüz saatlarında Monet'in öz bağçasını, bağını falan da gəzmək olur. Amma evi tutandan sonra gördüm ki, sən demə aprel ayında açılırmış Monet'in evi ziyarətçilərə. İndiki halda ancaq çölündən gəzmək olar. Ona görə də başqa yerlərdə tutulur. Gəlin katedralı göstərim. Nə? Buranın məşhur bir küçəsi var. İnşaat bumunda tikilmiş küçədir. Bax, indi küçəyə doğru gedirik. Çox sürətlə 1-2 il ərzində məhz burada 2-ci Dünya müharibəsindən sonra yerdə qalan qalıqlar özünə məxsus formatda tikilib. Bax, məhz bu küçədə. Nə gözəl kapeşkalardır. Binaları görsən, məhdəşəm. Tam bir orta əsr havası. İngiliz av İngiliz havası da havası da. Britaniyanın olub uzun müddət. Bugün çox yorğunam. Əməlli başı çox uzun yol gəlmişik. Bu bölgənin tarixini, nəyi var, müharibələri ilə, sülhü ilə öyrənmişəm. Hamısını açmışam. Gözəlliyə baxsın. Bizim 2 gün arada boş günümüz var. Bəlkə buranı saldıq, gəlib burada qaldıq, baxarıq da. Mütləq deyir ki, yeni şeyləyək. Ola bilər. Antikvariant deyiblər. Bu şəhərin adını bura 9-cu əsrdə gələn Vikinglər verib. Maraqlı məlumat. Xəritəni açıb baxsaz, görərsiniz ki, Normandiya ilə bura İngilis kanalı ilə İngiltərə ilə buranı ayırır. İngilislər 12-ci, 13-cü əsrə qədər Fransa, bugünkü Fransanın yarısına qədərini idarə ediblər. Və paytaxt məhz Rouen olub, bu şəhər olub. Buradan yayılıblar. Bu şəhərin
bir saat, yarım saat, bir saat aralığındakı sahildə isə ki, sabah gedəcəyik. Orada isə 2-ci Dünya Müharibəsinin ən qanlı bir neçə günü keçib. 4000 Amerikan əskəri ölüb, minlərlə Avropa Nazi əskəri ölüb, saysız hesabsız. Çoxlu alaca vintage İndi- mağazinlər var, biliyorsun. İndi burayla bağlı maraqlı bir şey. İndi geri saata tərəf. Burada bir saat var, hansı ki 500 il civarıdır dayanmadan işləyir və bunların dəqiqliyinin və işgüzarlığının simvoludur. Bu şəhərdə müxtəlif sənət, incəsənət şeylərində qoyun quzu görsənir. Məhz qoyun quzunu bərəkətli, zənginlik, bizdə pul çoxdur mənasına gələn obrazlarda veriblər. Yəni bizim yemək içməyimiz boldur. Bu məlumat. Kafeleri necə şirindi, necə gözəldi. Nə yemək lazımdır ya buralarda? Bəli. Ha, mütləq. Sen o binaya bak. Mas souvent c'est une fois que t'appelles. Des fois quand on fait des trucs, on a qu'est-ce qu'on fait? Adam birbaşa düşür bir neçə əsr öncəsinə. Necə qoruyub saxlayıblar, necə gözəldir. Bu arada burada 2-3 dənə maraqlı şey var. Biri papaq, qəribə papaqları var. Hal-hazırda cəmi bir ailə onu düzəldir. Bilməm, bəlkə də rastımıza çıxdı. Sonra maraqlı formada burada əksər ailələr Çin Mən gələn, hə, Çin, sorry, bir də Çini qablar düzəldiblər. Amma hal-hazırda Egli deyəsən bir ailə qalıb və sadəcə onlar düzəldirlər. bax məsələn fayans, türklər ona fayans da deyirlər. Bir neçə fayansçı mağazaları var. Amma bunun içində də kitab falan da qoyublar. İndi gedirik. Buranın ən vacib nöqtələrindən biri saat hissəsi. Normal ümumiyyətlə şəhərlər böyük deyil. Yarım gün, bir gün belə ayırsaz bəs eləyir. Bir şəhəri görməyə, bir kəndi görməyə. Hətta kommun deyirlər buna. Bizim dilə çevirsək bələdiyyə olaraq tərcümə edə bilərik bunu. Maşınla gəzə-gəzə də görürdük məsələn uzun bir yol, dank belə bir dənə bir kənd. Çox maraqlı kəndlərdən keçdik. Çox maraqlı idi. Çək, çək dəyərli. Kafeleri çək. İstiskalat yerdim. Biliyorsunuz belki de saate çataq. Hava qar olmamış çəkək. Dəyərli səyahətçi izləyicilərinə. Binaları çək. Bu arada bayaq göstərdiyim katedral Notre Dame katedralı adlanır. Bunu Paris'teki ile yenə qarışdırmırıq. İlahi, bu nədir belə? Wow. Notre Dame'ın zəyləri ilə. Gerek saate tərəf. Möhtəşəm bir şəhərdir, nə deyək bu şəhərdir. Məsələn, Bruç da gözəldir, Bruç. Bruç da, bunu bura üçün demirəm, sənin üçün demirəm. Bruç buradan gözəldir. Bruç buradan çox daha turistlər üçün hazırlanmış deyil. Olsun da, turist. Mən Bruçu daha çox, sən burada. Bu da o məşhur saat.
səhv etmirəmsə, yanıla bilərəm. Ətrafında və əqrəbinin başında qoyun var. Bayaq o dediyim, biz çox zənginik temasına uyğun olaraq. Aa, nasıl? Qoyun. Görsən necə gözəl işdir? Gözəl işdir, ha? Tərifə də. Sən bu balaca simvol şeylərə bax, elə. Ay, 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 ay. Paytaxt ab-havasının olmaması da maraqlı eləyir səyahəti, yox? Bilsən nə mənada deyirəm? Oo, bu yoxdur, ha. Məncə bundan sonra şəhər seçimlərini birbaşa eləməliyik. Sonra mı yadıma Phuket düşür. Ceyləmirdən çaldı benzin. Sonra yadıma Phuket düşür. Aha. Çox ehtimal ki, oranın vlogundan heç nə paylaşa bilməyəcəyik. Niyə ki? Ya paltarsızlıq ya da cemaat paltarsızlıq. Normandiyaya gedəcəyimizi deyəndə ətrafdakı insanlardan 2 sual verilirdi. Vizyonsuzlar necə demək olmazsa. Okey. Deyəndə ki, Normandiyaya gedəcək planımız var. 2 fərqli yerə bölünürdü bizdən soruşanlar. Birincisi bura barədə məlumatlı olub, o super, amma nəcəb indi ən pis fəsildir, ən soyuq. Doğrudan da əslində historical datada onu deyir ki, çox soyuq olur da. Mart ayı təhlükəli aydı gəlmək üçün, daha çox üzü yaya doğru, amma yəni düzdür, ilk günümüzdə də ki, o qədər gözəl hava, o qədər möhtəşəm hava var ki, çox gözəl. İkinci sualsa, ora niyə gedirsiniz? O suala cavab tapa bilmədim sözün düzü. Yəni, ay papaqlar. Sən dediyin bu papaqlar deyil. Hə də bu oradan ilhamlanıblar. Qiymətlərə bax. Bax. Qiymətlər çox da baha deyil. 154 evrodur. Avropada 154 manatdan da elə bil ki, xüsusi special edition papaq. Ay Allah, şamaxılların da smişliyor. Oo, bir də bunu deyən Təbrizlidir ha. Təbrizdir. Bax. Bura isə Janna Dark kilsəsidir. Onun adına verilmiş. Gəl onun haqqında danışın. 1400-lərdə İngilislərlə fransızların ki bu dava-dalaşı sürətlə artır. Bir cəsarətli fransız qızı az qala kiçik şəhər ordusuna başçılıq eləyir və fransızların İngilislərə qarşı, bu bölgədəki İngilislərə qarşı qiyamının başında olur. Neyniyir? Kişi əskərlərin paltarını geyinir və hücumların başında yer alır. Və 1431-ci ildə İngilislər onu tuturlar, burada öldürüb yandırırlar. Və deyilənə görə o yananda bütün buradakı daşlar çökülür və İngilis əskərlər qayıdıb deyirlər ki, biz deyəsən müqəddəs bir adam öldürdük ki, düz deyiblər. O müqəddəs idi. Üstündən 600 ildə keçsə fransızların sözüm geri alır. Cümləni bitir. 600 il keçsə də fransızların azadlığını onlara verir. Bunun gözəlliyinə var. Estetikın pozuru şəhəri. Yox, nəsə yox, estetik. Bax mənə. Restoran var. Hə. Bu da mənim arxamda. O farklı deyil. Gəl.
kifayət qədər çox maşın sürmüşəm.